Bu nə dərdli adam idi, bu nə qəmli üz. Piştaxtaya yaxınlaşıb dedi, 50 süz. Barmen süzdü, adam içdi, dedi, 50 də. İçdikcə rəngi dəyişdi 100 qramlıq bu təsəllidən. Yenə içdi, yenə rəngi açıldı biraz və barmenə pıçıldayıb dedi, borca yaz. Lap yavaşca pıçıldadı, lap qulağına. Barmen yazdı dəftərinin bir qırağına. Adam getdi, barmen baxdı onun dalınca. Bir vaxt ona dərs demişdi bu gedən qoca. Yox, nə qoca? 40 ya 45 olardı yaşı. Vaxtından tez ağarmışdı ağıllı başı. Onu sevən qızlar vardı qəşəngdən qəşəng. Gec evləndi, tez ayrıldı, indi təkdir, tək. Ayrılmağa səbəb nə idi bilmədi heç kəs. Öz dərdini özü çəkdi, dinməz, söyləməz. Arvadı da getdi ərə, unutdu onu. Yad öpüşlə tamamlandı bu filmin sonu. Sən ey hesab müəllimi, bu nə sirr imiş? Biri birə vuranda da cavab bir imiş. Ey ən çətin misalları həll edən adam, baş açmadın adi sevgi haqq hesabından. Barmen hər gün öz-özünə hey danışır müəllimi ilə. Gah dalaşır, gah barışır müəllimi ilə. Gah yazığı gəlir ona, gah hirsi tutur. Belə taleyi barmeni də hərdən qorxudur. Yavaş-yavaş haqlasa da 30 yaşını, ata bilmir subaylığın hələ daşını. Müəllimin bura ayaq açdığı gündən bilmir necə can qutarsın müəllimindən. Hərdən onun qədəhinə araq süzəndə əli elə titrir ki, qorxur özündən. Günü-gündən lap tükənir səbri, dözümü. Bilmir, onu zəhərləsin, yoxsa özünü. Ramiz Rövşən, barmen.